Əziz bacılar və qardaşlar, hər birinizi Rəbbin sevgisi ilə salamlayıram. Həmişə olduğu kimi bazar günü biz burada yığışırıq Rəbbi izzətləndirməyə və onun sözlərinə qulaq asıb ruhən böyüməyə və eyni ilə də onun sözlərini yalnız eşitmək yox, həmçində ki, öz həyatımızda icra etmək üçün. Yaqub 4:17-də yazılıb. Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib etmirsə, günah edir. Maraqlısı odur ki, günah təkcə pislik etməkdə deyil, həm də Allahın bizdən nə gözlədiyini bilə-bilə onu etməməkdir. Bizim xalqın arasında belə bir söz var. Əgər yaxşılıq etməyi bacarmırsansa, heç olmasa pislik etmə. Eşitmişsiniz yəqiniz ki, bir çoxlarınız. Bu məsələdə müəyyən, həqiqətən də həyati bir müdriklik var. Amma müqəddəs kitab bundan çox uzağa gedir. Allah demir, sadəcə pislik etməmək kifayətdir. O bizi fəal şəkildə yaxşılıq etməyə çağırır. Allah qarşısında heç kimə zərər verməmək kifayət deyil. O öz övladlarının ətrafdakıları üçün bərəkət olmasını gözləyir. Biz başqaları üçün bərəkət olmalıyıq. Əgər Yaqubun kitabını biz oxusaq, 4-cü fəsli, biz görəcəyik ki, əvvəlki ayələrdə Yaqub Allahsız planlar quran insanlar haqqında danışır. Onlar necə düzgün hərəkət etməli olduqlarını bilirdilər. Amma sanki Allahın heç bir əhəmiyyəti yoxmuş kimi yaşayırdılar. Bu ayə çox vaxt ayrılıqda istat gətirilir. Amma əslində onu kontekstdə oxumaq lazımdır. Beləliklə, Yaqub 4-cü fəsil 13-cü ayədən 16-cı ayədək gəlin birlikdə biz oxuyaq. İndi isə siz belə deyirsiniz. Bugün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq. Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı, həyatınız nədir ki? Qısa bir müddətdə görünüb, sonra da yox olan bir buxardır. Bunun əvəzinə, əgər Rəbb istərsə, sağ qalarıq, bu və ya digər işi görərik deməlisiniz. İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir. Maraqlısı da insanlar plan qurur və deyirlər ki, biz gedəcəyik, filan şey eləyəcəyik, filan şəhərdə yaşayacağıq, biznes quracağıq, nəsə alacağıq, nəsə satacağıq və əldə nə eləyəcəyik? Pul gəlir eləyəcəyik. Yəni, var dövlətimiz çoxalacaq. Amma Yaqub deyir ki, siz bunu Allahsız planlaşdırırsınız. Gərək birinci öndə gərək Allahı qoymaq lazım. Əgər Allahın iradəsi olarsa, əgər biz sağ qalarıqsa, o zaman gedib bunu və ya başqa bir şeyi edərik. Bilirsiniz, problem ticarətdə deyil. Problem Allahdan asılı olmamaqdadır. Bir çox insanlar elə yaşayırlar, elə bilgilən ki, Allahdan asılı deyirlər. Amma hər bir insan əslində Allahdan asılıdır. Sonra Yaqub qəflətən, baxın necə deyir, beləliklə, yəni nəticə çıxardır ortalığa. Başqa sözlə desək, əgər Allah artıq öz iradəsini sənə göstəribsə, sən isə öz istədiyin kimi yaşamağa davam edirsənsə, bu günahdır. Deməli, yaxşılıq sadəcə yaxşı əməllər deyil. Yaxşılıq sənə məlum olan Allahın iradəsini yerinə yetirməkdir. Bu mətnin anlaşılması xeyli dərinləşdirir. Buna görə də 17-ci ayə bütün fikri bir yekunundur. Kim yaxşılıq etməyi bilib etməzsə, bu ona günahdır. Siz bilirsiniz, başa düşürsünüz ki, o insanın sizdə ehtiyacı var.
Siz o insana əl yetirə bilərsiniz, kömək edə bilərsiniz. Siz onu başa düşürsünüz. Amma istəmirsiniz onu etməyə. Orijinalda bilmək sözü anlamaq, aydın məlumata malik olmaq mənasını verən feil kimi işlənir. Yəni Yaqub təsadüfən nəyisə etməyən insandan danışmır. O aşağıdakı insandan danışır. Yəni o artıq bilir nə edir. O anlayır nə edir. O çox yaxşı dərk edir nə edir. Amma yaxşılıq etməyi etmir. Bu, belə baxanda şüurlu itaətkarsızlıqdır. Yəni sən bilirsən bunu etmək lazımdır. Amma deyirsən ki, yox, mən bunu etməyəcəyəm. Sən görürsən ki, sən kömək edə bilərsən. Amma özündə deyirsən ki, yox, mən bunu etməyəcəyim. Bu ayələri oxuyarkən mən bir neçə dənə özüm üçün bir müqəddəs kitabından belə bir qanunlar kimi beləcə çıxartdım. Və gördüm ki, həqiqətən də insanlar bir neçə kateqoriyaya bölünür. Yaxşılıq deyəndə. Yaxşılıq etmək istəyirəm, amma necə edəcəyini bilmirəm. Bəlkə də siz belə bir insanlarla rastlaşmısınız. Deyir ki, istəyirəm eləmək, amma bilmirəm necə edim. Və bir çoxları bu günləri, məsəl üçün, biznesmenlərdir. Deyirlər ki, biz istəyirik, amma bilmirik hara. Məsələn, pul köçürdək, nəysə Allah verək, bilmirlər. Və yaxud da ki, insandır, deyir ki, həqiqətən də mən istəyirəm, amma bilmirəm necə kömək edeyim, kimə kömək edeyim. Bu kateqoriyanı qısaca açmaq olar. Məsələn, bəzən insan səmimi şəkildə faydalı olmaq istəyir. Amma diqqət yetirin. Amma ruhən böyümür. Müqəddəs kitabı öyrənmir. Allahın iradəsini axtarmır. Və buna görə də ancaq daim deyir, mən kömək edərdim, mən xidmət edərdim, mən dəstək olardım, amma necə edəcəyini bilmirəm. Burada demək olar ki, Allah ruhanı böyüməyi istəyir insanlar. Sadəcə istək olmamalıdır içəridə. Həmçində hərəkət olmalıdır. İkinci kateqoriyalı insan yaxşılıq edə bilərəm, amma istəmirəm. Edə bilərəm, amma istəmirəm. Bu, ən təhlükəli kateqoriyalı olan insandır. Yəqin siz Matta 19-cu fəsildə 16-cı ayədən 23-cü ayədək yazılan varlı gənc haqqında bilirsiniz. Bir gün bir adam İsa'nın yanına gəlib deyir, Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum? Fikir verirsiniz, deyir, nə yaxşılıq etməliyəm? İsa isə ona deyir, nə üçün məndən yaxşılıq barəsində soruşursan? Yəqin bəlkə bir çoxlarımız həmin bu yeri keçirik, baxmırıq buna. Niyə görə deyirsən məndən yaxşılıq barədə soruşursan? Və sonra deyir, yaxşı olan tək biri vardır. Nə üçün məndən yaxşılıq barəsində soruşursan? Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, onda bilginən, sən Allahın əmrlərinə riayət et. O adam İsa'dan hansı əmrlərə deyə soruşur. İsa isə onu deyir, qətl etmə, zina etmə, oğurluq etmə, yalandan şahidlik etmə, ata-anana hörmət et, həmçinin qonşunu özün kimi sev. Bilirsiniz o cavan insan nə cavab verir İsa'ya? Cavan adam İsa'ya deyir ki, bunların hamısına mən riayət etmişəm. Yəni, mən bunu daim edirəm demək istəyir. Mən bunu gəncliyimdən bəri riayət edirəm. Nəyim mənim yəni çatışmır?
İsa ona deyir, əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra isə qayıtqına, mənim ardımca gəl. Fikir verin o insanın reaksiyasına. Lakin cavan adam bu sözü eşitdikdə İsa'dan kədərlənib getdi. Çünki var dövləti çox idi. İsa isə şagirdlərinə dedi, sizə doğrusunu deyirəm, varlı adamın səmavi padşahlığa daxil olması çətindir. Doğrudan da belə baxanda o insanın neyi çatışmırdı ki, o varlı gəncin. Hər şey var idi həyatında. Və deyir ki, mən bu qayda qanununa, Allahın verdiyi qayda qanununa mən riayət eləyirdim. Gəncliyimdən bəri. Amma deyir, neyim mənim çatışmır? Bir get, var dövləti bir sat, payla yoxsullara. Belə baxanda varlı gənc, o başqalarına kömək edə bilərdi. Bəli, o kömək edə bilərdi. Var dövlətindən imtina edə bilərdi. Məsihin arxasıcan gedə bilərdi. Bilirsiniz nəyə görə? Çünki İsa'nın sözlərini o anlayırdı. Başa düşürdü ki, İsa ondan nə istəyir. Amma bir dənə şey var idi ki, hansı ki onu qoymurdu. O edə bilərdi, amma istəmirdi. O istəmədi. Bilirsiniz, problem o zaman onda pulda değildi. Problem onun ürəyində idi o zaman. Bəzən yaxşılığın qarşısındakı ən böyük maneə imkansızlıq deyil, özünü sevməkdir. Bilirsiniz, deyirlər, iki növ günah var. Əksər insanlar belə düşünür. Mən yaxşı insanam, mən heç kimi öldürməmişəm, mən oğurluq etməmişəm, mən zina etməmişəm, heç kimi incitməmişəm. Amma İncil iki tərəfli göstərir. Birinci, əməl günahı. Pislik etdikdə. Pislik edirsənsə, sən artıq günah edirsən. Bu əməl günahdır. Sən elədin, artıq sən günah etdin. İkinci də hərəkətsizlik günahı. Yaxşı etməli olduğun halda etmədikdə. Yaxşılıq edə bilərsən həmin an, amma etmirsən. Bax, bu da günahdır. Və Yaqub bunu deyir. Əgər başa düşürsən, bilirsən, görürsən, amma etmirsən, o zaman sən günah edirsən. Və bəzən də həmin bu ikinci, yəni hərəkətsizlik günahı, birincisindən daha təhlükəlidir. Təsəvvür edin bir dənə həkimi. Həkim görür ki, yanında bir insan infarkt keçirir. Onu necə xilas etməyi o həkim yaxşı bilir. Və yanında onun dərmanları da var. Amma yanından ötüb keçir. Demək olarmı ki, o heç kimi öldürməyib? Yox. Onun hərəkətsizliyi ölümə səbəb olub. Ruhani baxımdan da elədir. Bəzən Allah bizi yalnız etdiyimiz pislik üçün deyil, həm də etmədiyimiz yaxşılıq üçün də mühakimə edir. Bəlkə çoxunuz mərhəmətli Samariyalı məsələni xatırlayırsınız. Hansı ki, Luka 10-cu fəsil 25-ci ayədən 37-ci ayədən yazılıb. Biz burada görürük ki, bir insan Yeruşalimdən Yerixona gedir və yolda onu quldurlar, hücum edirlər onun üstünə, onu soyurlar, döyürlər və yarımcan halda qoyub çıxıb gedirlər. Və biz görürük ki, bu yoldan 3 insan keçir. Birinci kahin, ikinci Levit və üçüncü Samariyalı. Birinci iki sadalığın kahin və Levit onlar kim idi?
Allahın evində xidmət edənlər. Üçüncü isə Samariyalı, hansının ki, Yahudilər onlarla danışmırdılar. Onları günah kimi görürdülər həyatlarında. Heç onlarla nəinki danışmaq, yaxından keçmək olmazdı onların. Hər üç insan o döyülmüş insanı gördülər. Bilirsiniz, hər birinin də məlumatı var idi ki, görürdülər ki, bunu nə ediblər də? Yəni, quldurların əlinə düşüb, bunu soyublar, döyüblər, yarımcan qoyublar yolda. Hər üçü bunu görürdü. Və hər üçü bunu başa düşürdü ki, bu insanın köməyə ehtiyacı var. Hamısı bunu bilirdi, nə baş verib. Amma biz görürük ki, fərqli reaksiyalar var idi. Birinci və ikinci insan, nə kahin, nə levit, o döyülmüş insana yaxınlaşmadılar. Məhz Samariyalı yaxşılığın icraçısı oldu. Çox vaxtı bir çox insanlar deyirlər, mən yaxşılıq edə bilərəm, amma istəmirəm. Və bunun səbəbi həmişə təmahkarlıq olmur. Bəzən bu mənim qürurumdur. Mən istəmirəm etmək. Bəzən mənim inciliyimdir. Mən incimişəm və istəmirəm kiməsə kömək etmək. Və yaxud görürəm ki, onun ehtiyacı var, ancaq mən o insandan incimişəm, mən istəmirəm onu kömək eləmək. Mənim məşğulluğumdur. Mən həyatda məşğulam və heç kimə istəmirəm kömək etmək. Mənim rahatlığımdır. Bir çox insanlar deyir ki, yaxşılıq etmə. Onsuz da başa düşməyəcəklər. Sən hələ öz həyatınla yaşa, rahat ol. Bugün insan üçün öz qardaşını bağışlamaqdansa, xeyriyyəçiliklə pul köçürmək daha asan görür. Öz qardaşına kömək etmir, amma xeyriyyəçiliyə gedir pul qoyur. Bu da yaxşılıqdır. Deyir də, eləncə düşünür. Üçüncü kateqoriyalı insan. Yaxşılıq etmək istəyirəm, amma bacarmıram. İnsan deyir ki, həri, mən istəyirəm yaxşılıq eləmək. Amma bacarmıram, bilmirəm, necə edim bunu. Və biz Markda 12-ci fəsil 41-ci ayədən 44-cü ayədəyik, biz görürük, kasıb dul qadından gedir burada söhbət. Çox gözəl yazılıb ki, İsa məbədin qabağında, iyanə qutusunun yanında oturub, xalqın oraya necə pul atmasına baxırdı. Maraqlı bir şey idi, doğrudan da. İsa oturub və baxır, görür ki, iyanə qutusuna insanlar gəlib necə pul atırdılar. Bilirsiniz, həqiqətən də birini qoyub, o birisini biraz keçirik, qırağa danışıram. Bir çox insanların o pul vermə növü var da. Elə insan var ki, məsəl üçün, cibində elə hesablayır pulu, belə qıraqdan ki, görməsinlər və çıxardır, verir. Elə insan var ki, lovğalıqla çıxardır kaşeloku, atır belə stolun üstünə ki, görsünlər ki, onun pulu var. Ondan sonra açır, biraz burada baxır, görsün nədir, sonra çıxardır, belə, yəni baxın ha, gördünüz, sonra atır ora. Elə insan var ki, mən görmüşəm ki, gəlir dükana, məsələn, çörək alacaq da, tutaq ki da, cibindən çıxardır paçkanı, başlayır sadalamağa verəncə, da çıxar buradan bir dənə manatlıq ver, çörəyi al da. Yox, hamısını yerə görsünlər ki, bunun nə qədər əlində pulu var. Ondan sonra götürür, qoyur ki, və yəqin də orada da İsa Məsih oturub o insanlara baxırdı ki, o insanlar nə ürəklə gəlib o pulu atırlar o iyanə qutusuna. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. Bir kasıb dul qadın da gəlib bir kandrat məbləğində, yəni 2 lepton, ən kiçik pul vahididir o. Ora pul atdı. İsa şagirdlərinin yanına çağırıb, isə onlara dedi, sizə doğrusunu deyirəm, bu kasıb dul qadın iyanə qutusuna hamıdan çox pul atdı. Belə baxanda o ən az atdı miqdarda. Yəni, o nədir ki, onca bir kandrat? Orada cəmaat nə qədər pul atırdı?
Çünki onların hamısı varlıların deyir, artıqlığından verirdi. Bu qadın isə kasıblığından baxmayaraq, dolanmaq üçün əlində nə varsa hamısını verdi ora. Əslində başlayanda araşdırmağa biz görürük ki, qanunla dul qadın, əgər onun heç kimi yoxdursa, məbəd ona gündəlik həmin o 2 kandratı verirdi. Ki, o dolanmaq üçün o 2 kandrat verilirdi. O qadın da ürəyində istəyirdi ki, heç olmasa mən də neysə kömək edə bilim də kiməsə. O bacarmırdı. Amma ürəyində istək var idi ki, kiməsə kömək etsin. Və bəli, məbəddən aldığı o 2 kandratı tezdən gətirir, həmin o iyanə qutusuna atır. Amma nəyə görə edir onu? Deyir, heç olmasa eybi yoxdur, mən bu günləri ac qalaram, oruç tutaram. Amma mənim bu 2 kandratım heç olmasa kiməsə kömək olar. Və İsa ona görə deyir ki, o hamıdan çox atdı ora pulu. Niyə? Çünki onun ürəyini görürdü. İsa bəxşin miqdarını qiymətləndirmir. O ürəyi qiymətləndirir. Allah heç vaxt insanın bacarmadığı şeyi tələb etmir. Amma Allah həmişə insanın bacardığını edib etmədiyinə baxır. Allah heç vaxt imkanlarımızı müqayisə etmir. O bizim sadiqliyimizi müqayisə edir. Bəli, dul qadının 2 leptonu var idi. Varlıların isə minlərlə pulu var idi. Amma Məsih məbləğə baxmadı, o ürəyə baxdı. 4-cü kateqoriyalı insan. Yaxşılıq etmək istəmirəm və bacarmıram da. Bu, ümumiyyətlə, ayrı bir kateqoriyalı bir insandır. Nə etmək istəyirəm, nə də bacarmıram. Yəni, məndən yaxınlaşıb nəsə soruşmayın, deməyin. Belə bir insanlar da var. Yaqub 2-ci fəsil 14-cü ayədən 17-ci ayədək biz görürük. Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Sən çox çıxınla deyilən ki, mən imanlıyam. Mən Allaha iman edirəm, mən Allahın yolu ilə gedirəm. Amma Allahın sözünü yaşamırsansa, Allahın sözünə tabe olmursansa, o imanlı adını sən necə daşıya bilərsən? Belə iman onu xilas edə bilərmi? Əgər qardaş bacılardan birinin paltarı və ya gündəlik yeməyi yoxdursa və sizdən biri ona arxayın get, isin və qarnını doydur deyib onların yaşayıcı üçün lazım olanları vermirsənsə, nə faydası var? İman da elədir. Əgər yaxşı əməllərin yoxdursa, özü özlüyündə ölüdür. Əgər mən görürəmsə, mənim bacımın və ya qardaşımın ehtiyacı varsa və həmin ehtiyaca uyğun olaraq mən hərəkət edirəmsə, kömək edirəmsə, artıq mən kömək edirəm. Bir də var ki, mən hələ ancaq sözdə deyirəm. Narahat olma, mən sənin üçün dua edəcəyəm. Hər şey yaxşı olacaq. Bizdə bir çox moddadır da o söz. Bir çox bir şey olan kimi narahat olma, hər şey yaxşı olacaq. Mən sənin üçün dua eləyərəm. Əgər sən görürsənsə, o insanın ehtiyacı var və sən ona kömək edə bilərsənsə, niyə etmirsən? Burada sözlə kifayətlənən insandan söhbət gedir. O insan ki, həqiqətən hansı ki, ancaq sözdə imanlıdır, həyatda yox, realda yox. Bəlkə də o düzgün sözlər deyir. Müqəddəs kitabdan ayələr gətirir. Amma heç nə etmir. Bu da iki qat problem yaranır. İstək də yoxdur o insanda, əməli də yoxdur. Yaqub da bizə belə bir imanı necə adlandırır? Ölü iman. Bəzən insan heç nə etməsə də o qədər alışır ki, o etmədiyi işlərə. Artıq öz ruhani laqeydliyini belə hiss etmir. Bilirsiniz, bir dənə misal oxudum mən.
Deyir, iki ağac var idi. Biri pis meyvə verirdi. Digəri isə ümumiyyətlə heç bir meyvə vermirdi. Bağ sahibi üçün hər ikisi də faydasız idi. Biri ümumiyyətlə gətirmir meyvə, o birisi isə gətirir, pis gətirir. Bağ sahibi bunlar, bu iki dənə ağac nədən onun üçün? Faydasız bir şeydir. Məsih təkcə pis meyvəni qınamadı müqəddəs kitabda. O, əncir ağacının məhz məhsul gətirmədiyinə görə lənətlədi. Bu çox güclü bir obrazdır. Məsihçi təkcə pislikdən çəkinməklə deyil, meyvə verməyə də çağırılıb. Amma düzgün meyvə, yaxşı bir bar verməlidir. Bir çox insanlar deyirlər ki, bax, niyə görə bu həyatda ədalətsizlik çoxdur? Niyə görə şər qalib gəlir bu həyatda? Bilirsiniz nəyə görə? Ona görə ki, pis insan, ona görə ki, yox ki, pis insan çoxalıb. Yox. Ona görə ki, dırnaq arası yaxşı insanlar heç nə etmirlər. 5-ci kateqoriya insan. Həm yaxşılıq edə bilərəm, həm də istəyirəm yaxşılıq etməyi. Və burada artıq biz Lukanı 19-cu fəsil 1-ci ayədən 10-cu ayədək yazılan bir insandan görürük. O da Zakkai idi. Biz görürük ki, İsa Yerixoya daxil olub, oradan keçir. Orada vergi yığanların rəisi olan Zakkai adlı bir adam var idi. İsa'nın kim olduğunu o görməyə can atırdı. Amma müqəddəs kitab deyir ki, o çox balaca boy idi. Və balaca boy olduğuna görə izdiham arasında İsa'nı görə bilmirdi. İsa'nı görmək üçün irəliyə qaçıb bir əncir ağacına dırmaşır. Çünki İsa məhz o ağacın yanından keçməli idi. İsa ora çatdıqda yuxarı baxır, onu görür və deyir, ey Zakkai, tez aşağı düş. Bugün mən sənin evində qalmalıyam. O tez aşağı düşür. İsa'nı sevinclə qəbul edir. Bilirsiniz, burada bir reaksiya baş verir. Bütün xalq bunu gördükdə başlayır deyinməyə. Gedib günahkar bir kişinin evində qonaq oldu. Zakkai isə ayağa qalxıb Rəbbə belə deyir. Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, onu 4 qat qaytaracağam. Və İsa ona deyir, bugün bu evə də xilas gəldi. Çünki bu adam da İbrahimin oğludur. Çünki bəşər oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdi. Bilirsiniz, Zakkai Məsihlə görüşənə qədər o imkanlarını özü üçün istifadə edirdi. Onun imkanı var idi ki, bütün vergi yığanlardan götürsün və özü üçün istifadə etsin. Amma məhz İsa Məsihlə görüşdükdən sonra onun həyatı dəyişir. Bilirsiniz nəyə görə? Çünki onun ürəyi dəyişir. Onun əqli dəyişir. O, yaxşılıq etməyi istədi. Birdən-birə o dedi ki, mən istəyirəm yaxşılıq etmək. Və yaxşılıq etməyə başladı da. Vurduğu zərəri ödədi. Və burada görürük ki, kasıblara köməklik etdi. Diqqət yetirin. Xilas onun yalnız sözlərini deyil, insanlara olan münasibətini də dəyişdi. Gəlin bir-birimizə özümüzdə sual verək. Kimə çoxdan kömək etməliyəm? Kimi mən bağışlamalıyam? Kimə zəng etməliyəm? Kimin üçün dua etməliyəm?
Kimi mən dəstəkləməliyəm? Allah mənə hansı yaxşılığı göstərib, amma mən onu göz yummuşam, amma onu etməliyəm. Çox vaxt problem bilməməkdə deyil, biz bilirik. Amma çox vaxt biz özümüz təxirə salırıq. Yaqub məhz bundan danışır. Allah qarşısında təkcə əməl günahı yoxdur, hərəkətsizlik günahı da var. Biz tez-tez Allaha heç kimi incitmədiyimiz, heç kimi aldatmadığımız, heç kimə pislik etmədiyimiz üçün şükür edirik. Və duada deyirik ki, bunu etməmişik biz. Amma Allah bu günləri bizə sual verir. Hansı yaxşılığı bilirdin ki, etməlisən, amma etmədin? Yaqub çox açıq deyir. Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib etmirsə, günah edir. Yaxşılıq imkan məsələsi deyil. Bu, hər şeydən əvvəl bizim ürəyimizin vəziyyətidir. Çünki varlı gənc bacarırdı yaxşılıq etməyi, amma istəmədi. Dul qadını isə demək olar ki, bacarmırdı, amma o istədi köməklik etməyi. Zakka imana gəldikdən sonra həm istədi də yaxşılıq etməyi, həm etdi də o yaxşılığı. Ölü imanlıyı heç nə etmədi. Yalnız sözlə dedi ki, yaxşı olacaq hər şey. Yaqub isə xatırlayır. Məsuliyyət Allahın sənə hansı yaxşılığı etməli olduğunu artıq açdığı andan başlayır. Sən gördün ki, o insan sənə ehtiyacı var və sən köməklik edə bilərsən, yaxşılıq edə bilərsən, o zaman da məsuliyyət sən daşıyırsan. Adətən, hansı günahlardan biz qorxuruq? Çoxumuz deyərdi, yalan danışmaq, zina etmək, oğurluq etmək. Bugün isə Yaqub bizə daha bir günah haqqında xatırlayır. Bəlkə, keçən ay ərzində sən heç kimi incitməmisən. Bəs kiməsə kömək etmisən? Kimisə ziyarət etmisən? Kimin üçünsə dua etmisən? Kim üçünsə dəstək olmusan? Kimi bağışlamısan? Kimə Məsih haqqında danışmısan? Allahın hökm günündə bizdən təkcə nə pislik etdin deyil, həm də mənim üçün və yaxının üçün nə yaxşılıq edə bilərdin, amma etmədin, deyə soruşula bilər. Qoy Rəbb hər birimizə xeyir dua versin və bizim ürəyimizi yaxşılığa açıq etsin. Amin.